O qədər arsız inamın var ki, o qədər arsız ümidin var ki, demişdi bir tanışım mənə. Demişim ki, niyə belə deyirsən? Ki, heç əl çəkmirsən. İnsan heçmi inanmaqdan əl çəkməz, heçmi ümid eləməkdən əl çəkməz. Deyirdim, yox, mən həmişə gəlirəm, özümdə fokuslanıram, yenə inanıram. Burada səhv eləmişəm, bunu düzəltsəm yaxşı olacaq. Burada bunu, yəni nəyisə şansa bağlayan insanlar əslində çox xoşbəxtdir. Şansım gətirmədi, olmadı. Bəlkə də həyatın bir yönü belədir. Amma mən heç vaxt o tərəfə olmamışam. Demişim, 100% ki, inanmağı seçmişəm ki, nəsə məndə olub səhv, bunu düzəldəcəm və yenidən inanacağam. Yenidən inanmaqlarla həyatımın çox hissəsi belədir. Və bu səhifə mənə yazanda ki, mən kukla toxuyuram. Kuklaları da çox sevirəm bu arada. Evin yarısından çox kukladır. Dedi ki, sizə nə toxuyun göndərim. Mənə özümü toxu. Necə özümü? Judy Hopps. Və onun ayrılmaz bir hissəsi. Niyə Judy dovşan? Çünki heç inamını itirmir. Heç kəsə qulaq asmır. Ömrünün bir hissəsində əslində heç kəs ona dayaq olmadı. Öz istəkləri naminə gedəndə. Amma o inandı, ümid elədi və çalışdı. Təbii ki, bunların kökündə çalışmaq da dayanır da. Ona görə onu biraz özümə oxşadıram. Çox qəşəng toxuyub. Mənim rəfimdə ən dəyərli hissədə dayanacaq. Çox sevdim, həqiqətən. Hey! Mənə oxşayırsan, bilirsən? Və təbii ki, onlar bir-birini tamamlayır. Hər zaman sizi tamamlayan insan olsun yanınızda. Olmasa belə, onun kimi inamınızdan əl çəkmirsiniz. Səni də çox sevirəm, çünki doğrularınla, yanlışlarınla hər zaman dostunun yanında oldun. Əslində çox gözəl bir ürəyi var və Judy onu ortaya çıxartdı. İkisini də çox sevirəm, amma buna daha çox xarakterim buna oxşar, amma bunu da çox sevirəm. Sən olmasan, animasiyanın da dudusu olmazdı. Belə, məncə əsl yeni il hədiyyəsi də həm də səhifəyə yaza bilərsiniz. Bəlkə də sizin də ruhunuza toxunacaq bir hədiyyə toxuya bilər. Gedin baxın, özdə film gəlib.